Telekommunikasiya mühəndisliyi peşəsinə dair tələblər hansılardır? Telekommunikasiya mühəndisləri elektron, radiolokasiya və televiziya sistemlərinə texniki xidməti, kompüter şəbəkələri və rabitəni, telekommunikasiya sistemlərini, radiomühəndisliyin əsaslarını, mikrodalğalı sxemlərin əsaslarını, rəqəmsal mikroelektronikanı, riyazi təmin etmənin və proqramlaşdırmanın əsaslarını, iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını bilməlidir. Həmçinin onlar emosional sabit, diqqətli, kreativ, fiziki dözümlü olmalı, məkan qavrayışına, məntiqi təfəkkürə, riyazi bacarıqlara, texniki konstruktiv qabiliyyətə, fasiləsiz öyrənmə meylinə sahib olmalıdır. Bu peşənin sahibləri Dövlət Radiotezliklər İdarəsi, Bakı Telefon Rabitəsi MMC, Rabitə Xidmətləri Mərkəzi, Aztelekom MMC, rayon, şəhər telekommunikasiya qovşağı, telekommunikasiya şirkətləri, mobil rabitə operatorları, Azərkosmos Açıq Səhmdar Cəmiyyətində, internet provayderləri, IT şirkətlərində çalışa bilərlər.